Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən Kütay İnşaat şirkətinin işçiləri etiraz aksiyası keçirib. Onlar iddia edirlər ki, şirkətin rəhbərliyi 2 aydan çoxdur ki, maaşlarını ödəmir. Fəhlələr buna etiraz olaraq şirkətin giriş qapısını bağlayıb, heç kimi içəri buraxmayıblar. 3 ay öncə 15 günü gedir, biz maaş alırıq. Hər kimində, hər bir burada işləyən vətəndaşın da hamısında bir dəqiqə pis vəziyyətdə dolanan işli insandır ki, gəlib burada fəhlə işləyir. Kimə də müraciət edir idarə heyətinin heç biri yaxındır. Əksinə pis dövlətə qarşı pis şeylər hallanır. Əmək müfəttişliyinə məktub yazıb vermişik. Burada deyirik, əmək müfəttişliyinə yazıb vermişik. Əksinə bizə şey göstərir ki, əmək müfəttişliyidir. Gələcək cibinə 20 manat pul qoyub, bir dənə də təpik vurub yola salacaq. Şirkətin mühasibatçısı Validə xanım Kanal 13 TV-yə açıqlama verərək bildirib ki, maaşlar hesablanır və fəhlələrin haqları ödəniləcək. 3 aydır maaşları ödənilmir. İndi gəlib baş ofisə gedirsiniz, maaşınızı verəcəksiniz. Baş ofisə? Mən hesablayıb göndərirəm. Mən hesablayıb göndərirəm. Baş ofisə gedirsiniz, hamınız maaşınızı alacaqsınız. Yox, nəyə gedir? Heç kəsin pulu yoxdur. Nətər? Biz aparacaq sizi. 3 aydır... Mən maaşları hesablayıram, verəcəyik. 3 aydır maaşları verilmir. 3 ay deyil. 2 aydır. 2 aydır. Bu ay tamam olur. Yalan danışmayın. Siz sentabların maaşını almışsınız. 2 ay 15 gün. 15 gün hələ tamam olmuydu. Bugün ayın neçəsidir? Bugün ayın 14'üdür, siz 15 gündən Yaxşı olsun. Doğru danışmıyorsunuz. 2 ay 10 gün. Doğrusun, biz sizin maaşınızı veririk. Necə için maaşlar? Mən onlar, ablam, biz podratçı təşkilatıq. Podratçı təşkilat işini yerinə yetirir, forma 2'sini yazır, pulunu alır. Bu da bizə pul verilməkdir Azərsudan. Azərsunun podratçısı. Nə edə bilərik? Hardan alıb verməliyik? Onda işlətməzdir. Verməyiblər. Mən də onlarla bərabər almamışam. Mən almışam. Onda deyirlər ki, gedin hara şikayət edirsə eləyin. Heç kim demir sizə şikayət. Kim deyir? Adını çəkin görün. Coşqun. Coşqun bəy, Novə müəllimin özü. Novə müəllim burada başqa yerdə deyil ki. O yanında deyərdi, mən deməmişdim. Dedik, mən demişəm. Doğru danışmır. Ay balam, mən dedim, maaşı hesablayıram, göndərirəm baş ofisə, oradan pul ödəniləcək, heç bir şey yoxdur. Maaşınızı almaq istəmirsiniz? Oradan maaş almışım. Birdən 2 maaş almışım oradan. Mən üzərimə Maaş burada verilmir. Maaşınızı hesablamağa gəlmişəm. Maaş burada verilmir. Mən burada oturmuram, ancaq gəlmişəm burada. Sizin maaşınızı hesablayıb, göndərin baş ofisdən sizin pulunuz ödənilmişsiniz. 6 aydır buradan almışım. Maaş almaq istəmirsiniz. Mən hesablamağa gəlmişəm də. Bura gəlir. Ha, bura gələr, bura gələr. Bəs neyiniz pul yoxdur? Nə oldu pullarda köçdü? Hardan aldınız pulu? Borc aldım. Borc aldınız. Vaxtında borc almışım. Mövcud problemlə bağlı şirkət rəhbərliyinin mövqeyini öyrənmək istəsək də cəhdlərimiz baş tutmadı. Zənglərimiz isə cavabsız qaldı. Kütay İnşaatdandır. Alo. 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 Alo, İldirim bəy salam. İldirim bəy, biz bu Balaxandan zəng eləmişdik, maaşa görə işçilər miting edirdi, ona görə. Bizə bir cavab deyin də, bizim maaşlar nə zaman veriləcək? Şəhram, topograf. İldirim bəy, bəs keçən dəfə də demişdiniz 5-ci gün, ondan qabaq demişdiniz 3-cü gün, bəs bu... O zaman bizi çalıştırmazdınız da bu kadar. O zaman bizi bu kadar yalandan çalıştırmazdınız da. Bu zamana kadar bizi yalan söyleyip çalıştırmazdınız da. Şəhram topograftı, Şəhram. Ha evet, ben arıyorum. Bizim maaşımızı istiyoruz da, başka bir şey istemiyoruz ki. Herkesin evde bir problemi var, onu halletmek için maaş lazım. Peki Valide Hanım şimdi diyor ki ben hesaplıyorum, gönderiyorum, şirket sizin paranızı verecek. Alo. Ad buyurun. Məndə yoxdur biz. Ancaq deyir 5-ci gün alınmadı, 1-ci gün alınacaq. Deyirəm Validə xanım bəs burada belə deyib. Deyir ha yaxşı sağ ol. Ad buyurun. Bundan başqa heç bir şey. Hə.